20 manat, yoxsa Yumiko Marketin belə bir qutusu. İçi boşda ola bilir, hədiyyə ilə də ola bilir və ya 20 manat götürə bilirsiniz. Nə istəyirsiniz? Baxdığım cavabdan biləm ki, qulaqlıq çıxa bilər və AirPods falan. Dəyərli hədiyyə çıxa bilər və heç nə çıxmaya da bilər. Bax, yaxşı fikirləş. Nəqd olsun, soğan olsun, yoxsa risk eləyəcəksən, qutunu açacaqsan. Açırsan? Evet. Aç bax. Belə bir oyuncağın olub sənin? Hey. Artıq var. Ehtiyac yoxsa. Yumiko Marketin belə bir qutusu, yoxsa 20 manat. Bu hədiyyə də ola bilər içində və boş da ola bilər. İkisindən birini seçə bilirsiniz. İkisindən biri sizindir. Bu ya bu. Nə istəyirsiniz? 20 manat götürək. Dəqiq. Bunu istəmirsiniz. Birdən bahalı hədiyyə çıxsa içində. Hansı ki 200 dəfə bundan bahalıdır, dəyərlidir. Onda necə? Boş çıxma ehtimalı var. Hə, boş çıxma ehtimalı da var. Amma bunu da seçə bilirsiniz. Necə ürəyiniz istəyir? Qərarı siz verin. Məncə azlıqsın ki, həmişə çıxır içindən nəsə. Nəsə var? Götürək. Dəqiq. Dəqiq. Tamam, bu sizin. Baxmaq istəyirsiniz içində nə var? Dəqiq. 140 maşın. Ona görə dedim ki, tələsmə. Qardaşa yaraşardı bu hədiyyə.